Birincisi bu baldırpərəst, nə bilim bu söhbətlər, bu mövzuya daxil olmayan məsələlərdir. Nuzul məsələsi də sizin kitablarda da mövcuddur. Və bu hədisdə sahabə deyir ki, sən bilmirsən ki, biz sonradan dəlil etdik və işarə edir o həmin o fitnələrə, o məlum olan o fitnələrə və daha sonra İbn Həcərin sözünü gətirirsən ki, yəni yüşir ilə, yəni o hərflərə işarə eləyir və ona görə qorxur. Davamını da tərcümə edir, qoyarsan burada tərcümə eləmirsən. Hamı ərəb dili bilmir ki, tərcümə elə cəmaət baxsın da. Və zəlikə min kəməl fadlihi. Bu da onun fəzilətinin kamilliyindəndir. Yəni insanın təvazökarlığındandır. Yəni İbn Həcər də gətirir ki, yəni bu adam bu sözü niyə görə deyib? Yəni adam təvazökarlığından dolayı deyib. Burada fırlatmaq da var ki, fırladılar təvazökarlığa. Bəli, adam təvazökar. Biri o birisine deyir ki, sən gözəl insansan, sən cənnət əhlisən, sən beləsən, sən eləsən. Bu üstə deyir, yox, mən günahkar qulam. Adam təvazökarlığından belə bir söz deyir. Sahabə deməli idi ki, mən cənnət əhliyəm. Götürmüsən o Zülfüqar adlı birindən, eynən o nətər danışırsa, o necə gətiribsə, həmin şeyi gətiribsən, qoymuşsan. Bax, indi kimdir Mr. Bean? Mr. Bean'in ki videosunu qoymuşsan, güya mənə cavabda Mr. Bean'in videosunu qoymuşsan ki, orada oturur nəsə kösürdür. Yəni kinolara baxan adamsan deyirsən, sən elə get kinolara bax. Çünki belə şeylər sənin başın üçün deyil. Elmi rəddiyə vermək, elmi cavab vermək, bu sənin başın üçün olan bir şey deyil. Sən get kinolara bax, sən get elə Mr. Bean'ə bax. Başı burmun gülməyən yerə başı soxma. Ədəbin var, sən bəllisən. Albaninin isnadı səhihdir dediyi bir hədisə Həmməd rivayət edib. İsnadda Həmməd İbn Sələmə An Külsümdən rivayət edib. Yəni isnad gəlir burada Əbul Qadiyəyə kimi deyir, Səmiyyət Rammarın Yeştima Osmani və bu hədis qeyd olunur. Bu hədis haqqında baxın, Zəhəbi nə deyir? Deyir ki, isnaduhu fihi inqita. İsnadında inqita var. Söhbəti var. Yəni səhabəlik var onda, bəli. Hər Albaninin səhih dediyi məyər səhihdir. Alimlər deyir ki, Albani nə qədər hədislər var ki, səhih deyib, zəifdir. Zəif dediyi hədislər səhihdir. Özü də nə qədər hədislər olub ki, əvvəlində zəif hesab edib, sonra səhihləşdirib. İnsan da yəni bu, yox, mən Albaniya sözünü götürmək məcburiyyətində deyiləm ki, Zəhəbi də deyir ki, inqita var, zəifdir. Yəni zəif deyənlər var nə qədər. O sallallahu əleyhi və səlləm deyir ki, Allah onlara cəhənnəmə haram etmişdir. Orada o cənnətdə oturmaq, məcurun deyildikdə bu savabı, əcri qəsd edir ki, əcr qazanmır. Ki, mümkün əcr qazansın. Bu bunu qəsd edir. Ki, yəni müştəhid xəta eləyir, bir xətasına görə, yəni bir savabına görə, doğrusuna görə, yəni düzgün olarsa iki savab qazanır. Burada elə o tətbiq olunmur yəni. Bu məsələdə isə tətbiq olunmur. Çünki müştəhidi öldürür. O da heç müştəhid öldürüb. Bu bunu qəsd edir. Sən başa düşdüyün kimi deyil ki, məcurun yəni cənnətlik deyil. Məcur deyil də, yəni əcr qazanmır, yəni cənnətlik deyil. Sən başa düşdüyün kimi deyil yəni. Hətta o hədisi səhih görsə də Əbul Qadiyə artıq cəhənnəmdədir və salam oddadır, yəni əbədi, heç vaxt oradan çıxmayacaq. Bu orada harda onun sözü deyib? Yəni burada əcr söhbətindən gəlir, buna tətbiq olunmur. Bunlar niyə belə dedi, o nə dedi, bu ehtimallardır, zənni şeylərdir, nə üçün dedi, nəyə görə dedi, fitnə oldu, nə oldu. Qəti dəlillər var, Quran ayətləri var. Salih əməl məsələsini gətirirsən, ümumi ayətlərin məsələsini gətirirsən, bəli, mən onlara iman gətirirəm və onları təsdiqləyirəm ki, bəli, salih əməl iman üzərində olmalıdırlar hamısı. Lakin Allah Teala niyə görə onda mühacir və ənsarları, sahabələri cənnətlə müjdələdi, bilirdi ki, onlar o salih əməl üzərində olacaqlar və mömin olaraq öləcəklər. Orada bir videoda hazırlamışam, 4 dəqiqəlik mənim orada isim və sifət məsələlərində danışdığım qaydalardır və orada gətirirsən ki, Ən-Nəvəvi, İbn Həcər, bunlar sizin alimlərdir, bu etiqadda olmayıblar, kafirdirlər sizə görə və onlardan din götürürsünüz kafirdən. Uşaq söhbətlər, o qədər yanıb tökülürsən ki, sənə gətirdim o Quranın təhrifi məsələsini, sizin alimləri, İbn Həcəri, Nəvəvini biz kafir hesab etmirik. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimi ala a'daihim əcməin. Deməli, mənim baldırpərəst sözümə Vəhabilərin haqqındakı baldırpərəst demişəm və deyir ki, sizə də baldırpərəst və nuzul məsələsi sizin də kitablarda var. Bizim kitablarda varsa buyur gətir. O bəhsi də eləyək, əgər hünərin varsa qaçma. Göstərək ki, kimin kitablarında bu hədislər var və kimlər bu hədislərin üzərində əqidə formalaşdırıblar. Əqidə qurmusunuz, baldırpərəstlik əqidəsi. Allah gələcək, tanımayacaqlar onu, sonra dəyişiləcək, deyəcək ki, mənim bir əlamət varmı ki, mənimlə sizin aranızda, məni tanıyırsınız, deyəcəklər baldır, Allah baldırını açacaq, nəuzubillah, səcdə eləyəcəklər. Bu cür rivayətləriniz var, əqidə formalaşdırmışsınız, bunun üzərində zahiri məna götürmüşsünüz, nüzul hədisiniz var, qaçırsan o söhbətdən də, hünərin var, o söhbəti də edərik. Orada sənə ispat edəcəyəm ki, necə ziddiyyətli, ağla sığmaz, Qurana zid bir əqidəviz var. Bizdə belə şeylər yoxdur, bizim alimlərimiz belə şeylərə etiqad eləməyiblər, heç əqidə formalaşdırmayıblar, əksinə Qurana da ziddir. Əqlə də ziddir, hədislərimiz də var bu barədə ki, bunlar hamısı müşəbbihəli idi, bunlar hamısı insana bənzərli idi və s. Sonra deyir ki, hədisi oxuyub təvazökarlıq hissəsini qeyd etmirsən. Mən hədis qeyd eləmişəm ki, sahabiyə deyir ki,
xoş halva peyğəmbərlə görüşmüsən və sahabəsi olmusan, beyət eləmisən. O da deyir ki, sən bilmirsən ey qardaşım oğlu, biz ondan sonra nələr etmişik. Bu da deyir ki, mənə sən hədisin təvazökarlıq hissəsini niyə oxumursan? Orada gəlib ki, bu onun fəzlindəndir və bunu oxumursan, ərəbcə bilməyənlər oxu tərcüməni bilsinlər. Əvvəla mən orada demişəm, sesimlə düşüb ki, fırladırlar ki, təvazökarlıqdır. Bu bir, orada qeyd eləmişəm. Heç bir gizli bir şey yoxdur. Sonra misal gətirirsən ki, adama deyirlər ki, sən cənnət əhlisən, o da deyir ki, mən günahkar bir qulam. Sən əvvəla məsələni fırlatma başqa yerə. O hansı misal? O misal hara? Bu məsələ hara? Orada bəli təvazökarlıq eləyib deyə bilərdi ki, məsələn, bu Allahın lütfündəndir, bu Allahın fəzlindəndir. Bizim neyimiz varsa Allahdandır. Allah müvəffəq elib belə olmuşuq. Bu cür təvazökarlığa dəlalət edən sözlər deyər. Amma belə demir ki, çünki o alimin özü də şərh eləyən özü də sünnidir deyə. Vəhabilərlə eyni əqidədədir sahabə ədaləti mövzusunda. Ona görə o da vəhabilər kimi bir cür tövcih eləməyə, bəraət qazandırmağa çalışıb o cür deyib. İkincisi, Əsqəlani həm də deyir ki, səhabə hərblərə işarə edir. Deməli, təvazökarlıq yox, həqiqətə işarə edir. Bəli, orada hərblər olmasaydı, o hadisə olmasaydı, sən deyən kimi desəydi, yox, bu Allahın lütfidir, Allahın fəzlidir və s. Burada heç bir problem yox idi. Deyə bilərdik, bəli, təvazökarlıq eləyib. Mətni düzgün başa düş. Başa düşə bilmirsənsə, deyinən başa salaq necədir? Orada bir həqiqətə, vaqe olmuş, baş vermiş bir hadisəyə işarə eləyir. Nə təvazökarlıq? O hadisə olmasaydı, bəli, deyə bilərik təvazökarlıq eləyib. Şərhdə deyir ki, işarə eləyir buna ki, hərblər baş verib və bunlar müsəlmanlar arasında qırğınlar düşüb və buna işarə eləyir. Burada təvazökarlıqdan söhbət getmir. Hətta təvazökarlıq üçün demiş olsaydı da, bu onun günahını etiraf etməklə də təvazökarlıq etməsi mənasına gələ bilər. Yəni sən hardan çıxartdın ki, bu o hərblərdən danışmır, sadəcə təvazökarlıqdan deyir. Xeyr, mən deyirəm ki, bu da başa düşülür. Öz günahını etiraf edir, nə hoqqalar çıxartdılar, müharibələr çıxartdılar. Ondan sonra təvazökarlıq edir, etiraf edir o günahını. Ona görə deyir ki, bu onun fəzlindən də etiraf edir öz günahını. Bu da ola bilər. Sən öz fəhmini necə cəmaata təhmil edirsən ki, yox, hamısı vəhabi başa düşən kimi başa düşməlidir. Sonra da sahabənin heç də təvazökarlıq etməsi şərt deyil, vacib deyil, etməyə də bilər. Məsələn, siz Müslimdə dəfələrlə qeyd eləmişəm, cavab vermirsən. Sonra da Misr bilini eləmə deyəndə acığına gəlir. Dəfələrlə gizlədirsən, danışmırsan o barədə. Müslimdə rivayətdir. Onda ki deyir ki, İmam Əli əleyhissalam və Abbas, Ömər deyir ki, siz məni də yalancı, xain, fasiq və fasız bildiniz. Ra'aytu məni kəzibən, əsimən, qadirən, xaina. Sonra Ömər deyir ki, vallahu ya'lamu anni, vallahu ya'lamu inni lasadiqun barrun, rəşidun tabi'un lil haqq. Allah bilir ki, mən düz danışanam. Yaxşılıq eləyən adamam, düz adamam. Haqqa tabiyəm. Yəni təvazökarlıq olsaydı Ömər də sən dediyin kimi özünü müdafiə eləməzdi. Yəni müdafiə eləyir özünü, deyir ki, mən bu cür adamam. Yəni təvazökarlığa nə dəxli var ki? Orada bir həqiqətdən danışıb. İzah işarə verib nəyə? İşarə verib buna ki, bəli biz peyğəmbərdən sonra o hadisədən, beyətdən sonra belə işlər etdik və heç də sənin düşündüyün kimi deyil ki, biz elə peyğəmbərə iman gətirdik, sahabəsi olduq və səlam, işimiz tamamdır və behişdəyik. O sənin batil fəhmindir və çünki sahabə ədalətini müdafiə etməyə çalışırsan, bu cür cılı cavablar verməklə özü vəziyyətdən çıxarmağa çalışırsan. Sonra gətirib Zülfiqar Məğribinin, Allah onu hifz eləsin, ərəbcə həmin o mövzu barədə ki, mən qeyd eləmişim Əlbanidən, gətirib bir dənə səsküy şivənliyi salıb ki, tapmışam. Pəs Qasım getib plagiat, nə bilim, kopyalayıb gətirib kəlmə-kəlmə danışır. Əvvəla bir utancla hərəkətindən, orada harda kəlmə-kəlmə kopyalamışam ki, onun kimi mən də bir araşdırmasıyam, araşdırıram. Saytlara baxıram, kitablara baxıram, elektron kitabxanalar və s. Bir mövzuda onun qabağına çıxan məsələlər mənim qabağıma çıxa bilər. Onun qabağına çıxan o 2 hədis, 3 hədis, 4 hədis mənim qabağıma çıxa bilər. O başqa kitabdan oxudum, mən başqa kitabdan oxudum, başqa cilddən oxudum. Yəni hardadır eynilik, hardadır kəlmə-kəlmə demək. Sonra da ki, lap deyək ki, baxmışam, mənbəni oradan götürmüşəm, nə dəxli var? Cavab verə bilsən, cavab ver. Verə bilmirsən, geyid işinlə məşğul ol. Sonra Mr. Bean-dən gətirdiyim video kişinin xətrinə deyib və timsah göz yaşlarıyla başlayıb ki, belə video qoymusan, nə bilim, get kinolara bax, elmi məsələ sənlik deyil və s. Sənin o elmi məsələ əvvəla sən girən kol deyil. Get başqa iş tap özdə, başqa işində məşğul ol. Madam girmisən, sənə yeri göstərmişəm ki, sənlik deyil. Sənin 2 xüsusiyyətin mənim yadıma illər əvvəl baxdığım həmin kinonu saldı. Vəssalam. Yəni sən nə edirsən? Sənə verilən sualları, hədisləri görməzdən gəlirsən. Həmin Mr. Bean-dəki o
fraqment var ki, göyə baxır, ora bura baxır, çənəsini qaşıyır ki, göyə sanki bu ilə deyirlər. Bir burada bənzətmə təşbih var. Bir də dəhşətə gəlirsən suallardan və başlayırsan yayınmağa. Yəni sənin belə xətrivə dəyəndirsə, sən özün sənə bundan qabaq da bir dənə bəhs dedim ki, təhqirə keçməyin, təhqir qapısını açmayın. Sən mənim kanalımın adımın üstünə öz şəkilini vurursan, əlində əsa, adımın yanına öz adını yazırsan, yəni sən ədəbdən danışan bəlkə axırıncı adamsan. Özün ədəbsizlik, tərbiyəsizlik edirsən, əxlaqsızlıq edirsən, sonra sənin həqiqətən başqa bir simavı gətirib qoyanda ora başlayırsan timsah göz yaşları tökməyə. Özü də onu köçürməyə görə eləməmişdim, dediyim iki xüsusiyyətə görə. Dəhşətə gəlsən suallardan cavab vermirsən və özü elə aparırsan ki, sanki heç bu suallar sənə ünvanlanmayıb. Amma yox, köçürməyə gəldikdə isə sənin üçüncü Mr. Beanlə müştərək xüsusiyyətində var ki, bəli, özün köçürürsən və copy-paste eləyirsən. Sənin bir bəhsin var idi, Rafizi Mollasının növbəti yalanı adlı, güya bizim Elvin qardaşımıza cavab vermişdin. Həmin videoya bax, həmin videoda sən konkret olaraq islamqa.info saytından bir məqalə qoyulub onu oğramısan və başlamısan güya Elvin qardaşımıza cavab verməyə. Həmin hədisi ki, Allah Rəbbimiz uzananda ayağının üzərinə aşırdır, eyni şeyi kəlmə-kəlmə kopyalamısan. Özün də orada elə də deyirsən ki, və fihi nəkərə şədidə, güya ki, sən bunu araşdırmısan, tapmısan və üzə çıxarmısan ki, Albani belə deyir, hədis zəifdir, mən nə bilim nədir, İbn Kəsir belə deyir və orada belə də sesfin yoğun yerinə salmısan, və fihi nəkərə şədidə, güya ki, özün belə illərin araşdırması nəticəsində bu nəticəyə çatmısan. Yəni özün copy-pastesən, özün plagiatsan, kəlmə-kəlmə kopyalayırsan, utan, özü mühəqqiq kimi aparma və cəmaata da öz xüsusiyyəti nisbət vermə. Hədisi Təbarani rivayet edib, bəli, Kəbirdə və həmçinin İbn Əbi Asim Sünəndə rivayet edib. Muhammed İbn Fuleyh İbn Süleymanın yolu ilə gətirirlər bu hədisi. O da atasından, o da Səid ibn Əl-Harisdən və o da Ubeyd ibn Hüneydən. Deyir ki, mən oturmuşdum, Qətədə hicrətin 23-cü ilində vəfat edib. Ubeyd ibn Hüneyn isə hicrətin 30-cu ilində, yəni anadan olub. Sünnə alimləri bu hədis haqqında görün nə deyirlər. Misal olaraq, gəlin Beyhəqini götürək. Beyhəqi bu hədis haqqında deyir ki, münkər hədisdir. Yəni hədis münkərdir. Və həmçinin İbn Kəsir, rahiməhumullah, deyir, isnadı qəribdir, ciddən, qarib ciddən, yəni çox qərib hədisdir. Və fihi nəkərə şədidə, yəni münkər, nəkara var, münkər var hədisdə. Və deyir, ola bilər ki, bu hədis İsrailiyyətdən eşidilir. İsrailiyyətdən eşidilir və bu cür rəvayət edib və zənn ediblər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sözüdür. Və həmçinin Şeyx Albani bu hədis haqqında deyir ki, isnadı zəifdir, mətni isə münkərdir. Və sanki bu Yahudilərin bir uydurmasıdır. Ona görə bu hədis haqqında çox danışmaq olar. Sonra hədisdə deyir ki, inqita var. Get işinlə məşğul ol. Mən sənə sənin alimindən, elə bir alim ki, həm də rical alimidir, cərh və tədil elmində mütəxəssisdir, müasir alimdir. Tərifləyirlər onu vəhabilər. Ondan sonra Zəhəbi öz məbnasına görə onu o cür hökm verib haqqında. Bu Albani də öz məbnasına əsasən. Məbna nədir bilmirsənsə, get böyüklərindən, alimlərindən soruş. Sən bizim kitablardan heç bir istinad etmədən hədis gətirirsən, heç istinada baxmırsan kim onu qəbul edib, kim onu qəbul etməyib. Mənim sənin mənbəndən öz əqidəmi müdafiə edəndə hədis gətirirəm və alimlərindən biri də və böyük alimlərindən, müasir alimlərindən biri də onu səhih hesab eləyib, haqqında uzun-uzadı danışır. Sən deyirsən ki, yox, mən onu qəbul etməyə məcbur deyiləm ki, biz də Zəhəbini qəbul etməyə məcbur deyilik. Zəhəbinin məbnası Quran ayəsi deyil ki, hərə üsulda, hərə ricalda, cərh tədil elmində bir məbna götürüb, müəyyən hədis istilahları var, onun dediyini bu qəbul etməyə bilər, bunun dediyini o qəbul etməyə bilər. Yəni Zəhəbini sən əlbəttə götürəcəksən, çünki sənə sərf edir ona görə. Zəhəbinin öz məbnası var, Əlbaninin öz məbnası var. Sən ki deyirsən mən Zəhəbini, mən Əlbanını götürməyə məcbur deyiləm, Zəhəbini götürməyə niyə məcbur olursan ki? Onun öz məbnası var, bunun da öz məbnası var. Deyib hədis səhihdir, vəssalam. İndi sənin də hünərin var, səhih hədislər əsasında söhbət elə mənimlə. Mənim mənbəmdən səhih hədislər gətir, o əsasda söhbət elə. Öz mənbələrin özvə hüccətdir, mənə dəlil deyil, sən nə gətirirsən. Mənim mənbəmdən səhih hədis gətir, necə ki mən gətirirəm və sənə isbat edirəm. Sənin dediyinə qalsa ümumiyyətlə mütləq səhih hədis yoxdur.
Çünki bir hədisi filan kəs səhih hesab edir, o birisi səhih hesab etməyə bilər. Sənin dediyi qalsa onda heç Buxarıda da hamısı səhih deyil. Niyə? Çünki Buxarının özündə zəncirdə ravilərin içində xavariclər var. Xavaricdən nəql eləyib. Özü neçə dənə video qoymuşuq. Bir yerdə deyir ki, bu zəifdir, bir yerdə səhih hesab edib. Hətta Şəmsüddin Zəhəbinin özü belə mə'təl qalıb. Öz kitabında qeyd edib ki, Buxarı burada belə deyir, orada elə deyir. Videolar qoymuşuq PDF-lərinə qədər istəsən bəhs eləyərik. Ona qalsa sənin o Quran təhrifi deyirsən ha. Orada alimlərin gətirdiyi hədisi də başqa alimlər səhih hesab eləməyiblər. Sən niyə məhz oradan yapışırsan təhrif mövzusunda və dəfələrlə də video qoymuşuq, cavab verəcəm deyib cavab vermirsən. Ömərin, Ayşənin, digər sahabələrin təhrif haqqında rivayətləriniz var Səhih Buxarıda, səhih kitablarınızda, səhih hədislərinizdə. Buyur, gətir həmin məsələləri Öməri, Ayşəni kafir olmaqdan çıxar görün necə çıxardırsan. Tutuquşu kimi təkrarlamaqla deyir ki, cavab verərəm, cavab ver. Buyur, cavab ver. Sonra keçərsən Şii alimlərinin haqqında danışarsan. Sonra Əbulhadi haqqında danışır, deyir ki, bunun söhbəsi var, nə bilim bu qeylə deyirdi, deyilir və s. Bunları qoy kənara. Söhbəsi var, yəni səhabətdə və səlam. Hara fırladırsan? Söhbəsi var, nə bilim səhabəliyi var və s. İbn Teymiyyə də bunu təsdiq eləyir. Əlbani deyir ki, cəm'un. Deyir ki, kəmə əsbətə zəlikə cəm'un. Bunu alimlərdən bir cəm bunu sabit edib, isbat eləyir. Sonra deyirsən ki, hər Əlbaninin səhih dediyi səhihdir. Əlbaniyə görə səhihdir, bəli, o məbnaya görə səhihdir. Hər Zəhəbinin səhih dediyi məsələn məgər səhihdir. Sonra deyir ki, Əlbaninin səhih dediyini başqa alimlər səhih bilmirlər və yaxud özü zəif deyib, sonra səhih hesab edib, səhih deyib, zəif deyib. Bu hədisi zəif hesab eləməyib. Eləyibsə, təzəif eləyibsə, buyur gətir görə eləyib yoxsa yox. Başqa alim kimin zəif bilibsə, kimin səhih bildiyi hədisi zəif bilirsə, o bizə hüccət deyil. Onun nə dəxli var ki ona? Bu alimdə onun zəif bildiyini səhih bilər, səhih bildiyini zəif bilə bilər. Nə dəxli var ki? Yəni Zəhəbinin gətirdiyi qayda qanunlar Quran ayəsidir. Mütləq belə olmalıdır. Ona qalsa Nəvəvi, İbn Həcər kimi alimlər var ki, onlar sizin kimi baldırpərəstlik eləməyiblər. Onlar deyiblər ki, bu qalxır, enir, əl-ayaq, bu zahiri mənada götürməməlidir. Siz həmin insanları alim hesab eləmisiniz. Baldırpərəst alimləriniz Fovzan, İbn Baz və s. Onun öz rəyi budur, bunda bu rəyi budur da. Sən nə deyəcəksən? Sən deyirsən ki, yox, o səhvdir, o da deyir, sən səhv deyirsən. Sonra deyirsən ki, bizdə Ridvan bəyətində iştirak edənlər haqqında hədis var. O hədisləri saxla özvəyə mənimlə bəhs eləyəndə mənim mənbəmdən səhih hədislər gətir. Necə ki, mən sənin mənbəmdən səhih hədislər gətirirəm. Sənin hədislərin mənə dəlil deyir ki, mənim də hədislərimdə Əbubəkir Ömərin mənfi insan olduğuna dair dəlillər var. Qəbul edirsən? Yox. Quran ayələri ilə danış, qəti və əqli dəlillə danış, amma mənim mənbələrimdə səhih hədis gətir. Yoxsa ki, gedirsən mənim hədislərim var, mənim də çox hədislərim var. Qəbul edirsən? Sonra Əbulhadi haqqında danışanda deyirsən ki, mə'zur sözü sənin başa düşdüyün kimi deyil ki, oradan çıxmayacaqlar. O demək deyir ki, cəhənnəmdən çıxmayacaq. Yaxşı fırladırsan ha. Cəhənnəmdən heç vaxt çıxmayacaq söhbətinə qalsa, onda heç Osmanlı qatillərinin haqqında elə söz deyə bilməzsən. Zəmanət verə bilərsən ki, onlar əbədi cəhənnəmdə qalacaqlar. Və yaxud İmam Hüseyn əleyhissalam qatilləri. Niyə onlara lənət oxuyursunuz özünüzü əhl-i beytə yaxın göstərmək üçün? Bunları yan qaçırsan, bundan cavab vermirsən. Ona görə deyirəm ki, sənin belə əməllərin misribini mənə xatırladır. Sonra bir dənə söz düşüb dilvə, onu da hansı cahildən öyrənmirsən? Bu qətidir, bu zənnidir. Zənnin nədir? O ayələri sən səhv başa düşmüsən, sənə başa düşdüyün kimi deyil. Mən yenə də deyirəm, iman və salih əməl üzərində ölənlər Allah rəhmət eləsin. Onu maviyə qatma. O ayələri gətirib Muaviyə bəraət qazandırma. Konkret olaraq Muaviyyədən danış. İmam Əli əleyhissalam söydürüb, əmr eləyib ki, söy. Müslimdə gəlib, İbn Teymiyyə gətirib. İbn Teymiyyə deyir, bir çox sahabət və tabiin əlini söyürdü. Ömər Əbu Hüreyrə haqqında Allahın düşməni deyib. Necə yəni zənnidir bunlar? Hadisə baş verib deyib də. Əbu Bəkir deyir ki, peyğəmbərlər iş qoymur. Onu yalançı hesab ediblər, danışdırmayıblar, onu səhih mənbəndə gəlib. Nə zənnidir? Zənni filan deyil. Etiqad ediblər ki, bu adam yalan deyiblər yalandır. Etiqad ediblər ki, İmam Əli əleyhissalam Osmanın qatillərini vermir, başlayıblar onu söyməyə, başlayıblar ona etiraz eləməyə, başlayıblar onu pis insan hesab eləməyə. Ömər etiqad edib ki, hər nə yolla olur olsun. Etiqad edib ki, Əbu Hüreyrə talayır, deyib ona Allahın düşməni. Sənin ayələri o da elə başa düşsəydi ki, əbədi dəlalət eləyir. Heç deməzdi ona Allahın düşməni, heç əlini söyməzdilər o məlunlar. İmam Əli əleyhissalam Əbu Bəkir Ömər haqqında deməzdi ki, xain, fasıq, yalançı etiqad etməz onların haqqında. Zənni zadı söhbəti qoy qıraq, o sənin özündən uydurduğun, belə deyək ki, əqidəyə don giyindirməkdən ötürüdür. Etiqad ediblər, qəti bir şəkildə o sözü deyiblər. Vəssalam, hey fırladırsan zənni, o zənni, bu zənni bir şey də gətirib çıxara bilmirsən. Sonra yenə Quran təhrifindən danışırsan. Dediyim kimi, Ömərin, Ayşənin təhrifə dair çıxışları var, hədisləri var, səhih mənbələrimizdə. Hünər eləyib heç birinə də cavab verə bilmirsən, əlhəmdülillah. Çünki əqidə dağılıb gedir. Deyirlər ki, bəzi hədislər, bəzi ayələr var.
Var idi, indi yoxdur. Bəzi ayələr var, surələr var, çox idi, çıxardılıb, yoxdur indi həmin surələrdə. Bu məzmunda nə qədər məsələlər var. Kanalda qoymuşuq. Buyur cavab versən, cavab ver. Görək ki, onları kafir hesab edirsən, yoxsa yox. Apaçıq ayələr sənin dediyin o boş söhbətlərdir. İman və salih əməl üzərində ölüblərsə heç. Qalan Muaviyə və onun mislində olan Əhl-i-Beyt düşməni, nasibi sahabilər varlar. Bir-birini təkfir edən sahabilər var ki, onlar sən gətirib apaçıq ayələri onlara şamil edə bilməsən. Apaçıq deyil, sənin batil fəhmindən irəli gedən ayələrdir. Yəni sən o ayələri əsas tutub Muaviyəni sahabə hesab edirsən, o tərif vermirsən, uydurmursan, isbat eləyə bilmədin, əsaslandıra bilmədin, adil hesab edirsən, behiştə qərar verirsənsə, bu apaçıq ayə deyil, bu sənin batil fəhmindir. Sonra yenə eyni şey cahil kimi təkrarlayırsan ki, salih əməl və iman üzərində olmalı, bunu qəbul edirəm. Amma mühacir və ənsar cənnətlə müjdələdi Allah, çünki bilirdi ki, onlar salih əməl və iman üzərində öləcəklər. Öləcəklərsə, ölüblərsə olan işimiz yoxdur. Sən konkret olaraq adını çəkdiyimiz Muaviyə və onun mislindəki insanlardan danış. Gələcəkdə inşallah bir neçə videolarda yenə mövzular qoyub, hədislər qoyub göstərəcəyəm. Bunlar Əhl-i-Beyt düşmənlər, bunlar nasibilər, bunlar zamanı imamına qarşı çıxan insanlardılar. Allah mühacir və ənsara xitaben deyib ki, hər kim salih əməl etsə, iman gətirsə cənnətdədir. Vəssalam şərt qoydu. Bundan sonra kimin mütləq imanla öləcək, salih əməllə öləcək, onu deməsinin nə mənası var ki? Zaten şərt qoyub, bu şərtə əməl etsəniz behiştə, siz əməl etməsəniz yox. Hə, indi onlar salih əməl sahibi olublar, iman gətiriblər, behiştədirlər, onlarla bizim işimiz yoxdur. Sən Muaviyədən danış. Sonra ad və sifətlərdən gətirirsən ki, sizin alimlərə sizə görə kafirdir, bəs Quran təhrifi və sair məsələləri, Quran təhrifinə cavab ver, ondan sonra danışarsan. Və sizin ad və sifətlərdə, deyəsən mən dediyimi başa düşməmişsən, ad və sifətlərdə Nəvəvi, İbn Həcər və onun kimi alimlər deyirlər, vəhabilər kimi baldırpərəstlik eləməyiblər. Enir, qalxır, əl, ayaq və s. zahirini götürməyiblər. İndi siz əgər bu məsələdə biz şiəni və əhl-i-sünnəni bidətçi hesab edirsinizsə, həmin hökmü onların haqqında tətbiq edin də. Niyə o bidətçi alimlərdən siz din götürmüsünüz? Sən deyirsən ki, biz onları kafir, bidətçi bilmirik. Bilməyəcəksən də, əlbəttə ki, mən də deyirəm bilməlisən. Niyə? Çünki eyni əqidədə idi, mən də deyirəm ki, baldırpərəstlik olmaz, o da deyir olmaz. Niyə mən bidət əhliyəm, o bidət əhli deyil? Və yaxud da qeyd etdiyim kimi Allah ilə də həm də göydə qalır deyən alimlərimiz var. Onlar bizi müşəbbih hesab edirlər. Deyirlər, yox, sən desən ki, Allah ilə də göydə qalmır, müşəbbihəlidir. Həmin bizim əqidəmiz ki var bu barədə biz bunu qəbul etmirik. Bunu qəbul etməyən digər əhl-i-sünnə hesab etdiyimiz vəhabi alimləri var. Onda niyə onları müşəbbih hesab etmirsiniz? Niyə onları kafir hesab etmirsiniz? Onlar da sizin əqidənizə görə kafirdirlər və ondan başlayıb din götürürsünüz. Sən ki deyirsən biz onları kafir hesab etmirik. Biz də Quran təhrifini deyənləri kafir hesab etmirik. Vəssalam. Və inşallah növbəti bəslərdə də dedikləri haqqında danışacaq və bəzi rivayətlər və ayələr gətirəcəyik. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu ala Muhammedin və alihi tahirin.